Mənim sədaqətim mənim şərəfimdir. Hörmətli müəllimlər, əziz tələbələr və hər zaman bizim baş tacımız olan şəhid ailələri. 44 günlük zəfər müharibəsi. Qəhrəman şəhidlərimiz, hər zaman biz qəhrəman şəhidlərdən danışanda bir mövzu yadıma düşür. Ali bir zirvədir, uca bir zirvədir. Həqiqətən o kəslərdir ki, böyük amallar uğrunda gələcək nəsillərin xoşbaxt yaşaması üçün canlarından keçən qəhrəman şəhidlərimizdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah qazilərimizə, veteranlarımıza can sağlığı versin. Zəfəriniz mübarək olsun Azərbaycan. Qələbəmiz mübarək olsun Azərbaycan. Biz hər zaman tədbirlərimizdə gənc qazilərimizi təqdim edirik ki, gənc nəslimiz, gənc tələbələrimiz həmin qəhrəman qazilərimizi tanısınlar. Bizdə burada 1-ci Qarabağ müharibəsinin qazisi, qəhrəman şəhidimizin Məhrəmov Eldar, Məhrəmov Ənvər atası olaraq iştirak edir. Füzuli istiqamətində Yuxarı Veysəli kəndində bayrağımızı sancan, bir neçə düşmənləri əsir götürən və cücələr mahnısı oxutduran Kamran Zeynalov. Kənbəcər istiqamətində cəsur döyüşçü, qəhrəman igidimiz, qazimiz Mirzəyev Sahib. Xocavənd istiqamətində bir neçə düşmənlərimizi məhv edən Bağırov Füzuli cəsur döyüşçümüz, kəşfiyyatçımız, idmançı, 1-ci dan, 2-ci dan taekvondo üzrə bir neçə düşmənlərimizi məhv edən Füzuli istiqamətində Yusufov Pərvin, Şuşa döyüşlərində iştirak edən Cəfərov Sami, qəhrəman qazimiz. Və bizim ən gözəl bir mənzərə biz sardadır, xoşumuza gələn, biz qazilərə üzr istəyirəm, belə deyil və xoş təəssürat bağışlayan Şuşa şəhərini, qırmızı bazarını, düşmənlərimizi darmadağın edən topçumuz Vasif Ağayev, Seyid Murazımız, qəhrəman qazimiz, Kənbəcər istiqamətində döyüşür. Allah sizləri qorusun. Bax, budur bizim Azərbaycan, budur bizim qəhrəman igid oğullarımız.